Düzünü desəm, mən elə belə ləzzətli pide yeməmişdim. İncə və yumuşaq xəmiri axşqan pendiri ilə inanılmaz ləzzətli alınmışdı. Xəmir üçün qaba 1 stəkan ilıq su və süd, 1 çay qaşığı şəkər tozu və 1 xörək qaşığı mayanı əlavə edib qarışdırırıq. Üzərinə 1 çay qaşığı duz, yarım stəkan duru yağ və təxmini 5 stəkan unu da əlavə edib yumuşaq ələk pişməyən bir xəmir yoğururuq. Xəmiri mayalandırıb içliyi hazırlayırıq. İçlik üçün 2 ədəd xırda doğranmış toyuq filesi, 1 ədəd yaşıl və 1 ədəd qırmızı kapya bibər, 2 ədəd pomidor, zövqə görə duz, istiot, pul biber, paprika və biraz da duru yağ əlavə edib qarışdırırıq. Mayalanan xəmirimizi 2 hissəyə, hər hissəni də 3 hissəyə ayırırıq. Ümumilikdə 6 ədəd kündəmiz alınır. Kündələri oxlov vasitəsilə yayıb forma verib kənarlarını bükürük. İçərisinə hazırladığımız qarışımdan əlavə edərək kənarlarına isə yumurta sarısı və duru yağ qarışımını əlavə edirik. Pideni əvvəlcədən isidilmiş 200 dərəcəli sobada bişiririk. Bişməsinə 2-3 dəqiqə qalmış üzərinə Holland pendiri də əlavə edib təkrardan sobaya göndəririk. Bu ləzzətli pidelərdən sizlə mütləq hazırlayın və nuş edin. Hələlik!